30-40 ildə Azərbaycan parlamentinin 90% dəyişməzdi. O, əgər parlamenti Ramiz Mehdiyev seçilsə adamları, o dəyişməyən korpusun kimdən ibarət? Baxın, Azərbaycan parlamentinin 2 dəfə sədri olan Oqtay Əsədov hardadır? Rusiya o Moskvada. Həyat yoldaşlığı Abbas Abbasov hardadır? Moskvada. Yəni faktiki olaraq Azərbaycan xalqına qarşı düşmənçiliyin, Azərbaycan xalqına qarşı qəsd adamlar hamı yaxşı bu parlamentin sədri necə ola bilər ki, tutaq ki, Rusiyanın da geçsin, iş kursu yaşasın Rusiyada. Deməli bu adam Rusiya ilə bağlı adamdır. Bu kim gəldi? Və bugünkülər də yenə hamısının döşündə Rusiyanın dostluq ordenləri var. Aydın məsələdir. Bax burada ayrı adamların Rusiya tərəfindən Rusiya torpaqlarının müdafiəsində göstərir xidmətçi orden verilməsi, nə bilim Rusiyada biz bir çox məmurların övladları, qardaşları Rusiyada yüksək rütbəli və şeylər işlər. Özlərinin burada imkanı var ki, gətirsinlər burada prokurorda böyük vəzifə versinlər, məhkəmə. Amma baxın Rusiyansı şərti qoyub, girov. Oğlum mənim yanımda olmalıdır. O vaxtı orta əsrlərdə də belədir. Qardaşım mənim yanımda olmalıdır. Onlar orada şərait yaradıblar, nə bilim, pul qazanırlar, vəzifələr. Amma əvəzində Azərbaycanda və bugün mən dəfələrlə demişəm ki, Azərbaycanda daxili siyasətdə negativ alınan 99% Rusiya ilə bağlıdır. Həmişə mənə deyirlər ki, sən niyə Rusiya deyirsən burada? Yəni sabotaj olunur da belə, hökumət sabotaj olunur. Baxın, Polşa azad olunanda, Polşanın o vaxt ki, Sovet hökumətlə bağlı prezidenti Yaruzelski var idi. O da hərbi müdafiə naziri idi, Polşada olmuşdu, Komünist Partiyasından birini çağırıb. Yaruzelskinin kabinetindən bir dənə təlimat çıxmışdı. SSR Dövlət Təhlükəsizlik Xidmətinin təlimatı. Həmin təlimatda yazılmışdı ki, həkimlərin, müəllimlərin, mühəndislərin, digər ziyalı qruplar əmək haqqını həddən artıq aşağı eləmək lazımdır ki, onlar yalnız rüşvətlə dolanmağa məcbur olsunlar. Sovet hökumətin reseptidir. Ölkədə əmək haqqları o qədər aşağı olmadı ki, cəmaət yalnız işləmək ailəsində dolanmaq